Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, biz hazırda Yasamal rayonunun, yəni paytaxt ərazisinin Cümə Təzəpir məscidi ətrafında yerləşən Sovetski adlanan bu ərazidəyik və burada hazırda söküntü işləri aparılır. Elə söküntü işlərinin aparıldığı ünvandan siz həmin kadrları izləyirsiniz və burada söküntü işləri tamamlandıqdan sonra digər başqa ünvanlara da keçid olunacaq. Həmin ünvanlar hansılar da Mirzə Fətəli Axundov küçəsi, eyni zamanda Mustafa Sübhi və Zərgərpalan küçələrində yerləşən yaşayış evlərinin söküntü prosesinə də start veriləcək və ərazi üzrə artıq ilkin qiymətləndirmə və texniki hesablama işləri tamamlanıb və elə burada mərhələli formada söküntü işləri aparıldıqdan sonra digər ünvanlara da dediyimiz kimi keçiləcək və Nizami metro stansiyası ətrafındakı əraziləri də həmin küçə istiqamətində olan evləri də əhatə edəcək bu söküntü prosesi və bu söküntü nəyə görə aparılır? Elə əldə etdiyimiz informasiyaya görə hazırda bu söküntü işlərinin aparılması digər Nizami metro stansiyası ətrafında və bu istiqamətdə sıxlıq müşahidə olunduğundan, eyni zamanda həm sıxlıq, həm də infrastruktursuzluq və təhlükəsizlik problemləri müşahidə olunduğundan məhz bu məqamların aradan qaldırılması üçün söküntü işləri aparılır və artıq Sovetskidə ilə mənzərədən də aydındır ki, yəni söküntü işlərinin bir qismi aparılır və elə digər istiqamətdə də ustalar işləyir, söküntü işləri aparılır və növbəti 3 ünvanda Mirzə Fətəli Axundzadə küçəsi, eyni zamanda Mustafa Sübhi və digər istiqamətdə olacaq Zərgərpalan küçələrini əhatə edəcək, orada yerləşən evləri və artıq sakinlərlə danışıqlar aparılacaq və elə danışıqlar aparıldıqdan sonra razılıq əldə olunduqdan sonra yəni həmin şəxslərin evlərinin söküntüsünə də başlanılacaq və nə qədər kompensasiya həmin şəxslərə ödəniləcək, bununla bağlı da məlumatımız var. Hər kvadrat metr üçün 2700 manat təklif olunur həmin şəxslərə. İndi onları qane edəcəkmi, məbləğ artırılacaqmı və yaxud da azaldılacaqmı? Bununla bağlı da indi informasiyalar təqdim olunacaq yəqin ki, irəliləyən dövrdə, amma ilkin olaraq hələ ki, hər kvadrat metr üçün 2700 manat təklif olunur və sakinlərlə razılıq işləri aparıldıqdan sonra burada da məhz bu sadaladığım 3 küçədə də, 3 ünvanda da söküntü işlərinə start veriləcək və dediyimiz kimi infrastrukturun daha da yaxşılaşdırılması, eyni zamanda təhlükəsizlik problemlərinin aradan qaldırılması və paralel olaraq yəni digər istiqamətdə də yəni infrastrukturun yaxşılaşdırılması üçün bu söküntü işləri aparılır. Elə biz həmin küçələrdən birindəyik hazırda, Mustafa, daha doğrusu Mirzə Fətəli Axundov küçəsindəyik və burada da yəni söküntü işlərini start verəcək və mərhələli formada aparılacaq. Nizami metro stansiyası ətrafında əhatə edəcək və son yəni əldə etdiyimiz informasiyaya görə söküntü işlərinin aparıldığı ərazilərdə hər hansı bir binanın tikilməsi nəzərdə tutulmur. Əsasən yolun genişləndirilməsi nəzərdə tutulur ki, elə bununla bağlı da yekun informasiya təqdim olunacaq. Hələ ki, hər söküləcək evin sakinlərinə kvadrat metr üçün 2700 manat kompensasiya təklif olunub. Sakinlərlə fərdi danışıqlar artıq aparılıb bir qismi ilə və köçməyə razı olanlarla razılıq verən vətəndaşların artıq müqavilələrin bağlanmasına da başlanılıb. İndi digər şəxslərlə də razılıq əldə edildikdən sonra artıq həmin istiqamətdə də söküntü işlərinə yəni başlanılacaq. Hələ ki dediyimiz kimi Sovetski adlanan ərazidəyik və burada söküntü işləri mərhələli formada aparılır və növbəti 3 ünvanda Mirzə Fətəli Axundov, Mustafa Sübhi və eyni zamanda Zərgərpalan küçələrində olacaq ki, orada da söküntü işləri aparılacaq və infrastrukturun yaxşılaşdırılması, sıxlığın aradan qaldırılması və dediyimiz kimi təhlükəsizlik problemləri var ki, onların aradan qaldırılmasına hədəfləyir bu addımların atılması. Çatdıra biləcəklərimiz bu qədərdir. Sözü yenə sizə ötürürəm. Təşəkkürümü bildirirəm. Rəqsanə rəsmi tərəflərində mövqeyini çatdırdın, amma oradakı vətəndaşlar da müəyyən məsələlərdə narazıdırlar.